Can xanım, nətər oldu gəldiniz bura? Xəstə olduğuma görə gəldim. Eşitmişdim ki, camanı zəlini, amma əvvəllər qoydurmamışdım. Sınadım. Effekti də çox gözəldir. Nə narahatçılığınız var idi? Baş ağrılarım vardı, insult keçirmişəm, qan dövrənə problemim vardı. Qan durulaşdırıcı qəbul edirdim, amma bunu eləyəndən sonra dayandırmışam. Bura gələn neçə vaxt təzyiq dərmanı demək olar içmirsiniz? Bura gələndə içmirəm. Can xanım, artıq bir aydır təzyiq dərmanını qoyub kənara. Mükəmməl. Neçə idi əvvəl təzyiqiniz? Bizə gələndə neçə idi? Çox idi, 160-170-də. Neçəyə vaxt idi, qarnıma əlimi vura bilmirdim, qaraciyərimdə. Yəni problem var idi. Zəli qoyulandan sonra, elə bir etapda zəli qoyulandan sonra mən ağrının yüngülləşdiyini hiss edirəm. Xanım qaraciyər ətrafını ümumiyyətlə əlini vura bilmir. Deyir, elə bilirəm ki, bədənim yaradı. Hələ bir seans eləmişik də qaraciyər ətrafı zəlini. Bu gün də mədə-altı vəz ətrafına 2-2 artıra-artıra proseduru tətbiq eləyəcəyik. Bu zəli prosedurundan sonra qaraciyər ətrafı ağrılar, bölgəsel ağrıların azalması müşahidə eləyir pasiyentin özü. Ümumiyyətlə əhval-ruhiyyəniz necədir? Biz Cahan xanımı buradan çıxarda bilmirik. Gedir, səhər tezdən gəlib görüm oturubdu. Kollektiv də çox gözəldir. Var olasınız Cahan xanım. Özünüz maşallah mehribansınız.